Televiziyamızın yaranması gün ərəfəsində Veli Basar qəzeti tərəfindən fəxri diplomla təltif olunmaq həqiqətən daha sevindirici hal oldu. Təkcə Veli Basar qəzeti deyil, bir çox ölkə mətbuatında qəzetlərlə, saytlarla əlaqəm var və mütəmadi onlarla Naxçıvan televiziyasının əməkdaşı olaraq çıxış edirəm və lazımi olan publis məqalələrimlə, xəbər formatlı yazılarımla, eyni zamanda bədii yazılarımla çıxışlar edirəm və bunun bu gün qiymətləndirilməsi çox sevindirici hal idi. Yaradıcılığımda bədii yaradıcılıqla bərabər həmçinin məqalələr, esselər, ədəbi məqalələr, publisistik yazılar daha çox yer tutur və bu yazıların işıqlandırılmasında Azərbaycanda nəşr olunan həm qəzetlər, həm də saytlar çox köməklik göstərirlər, sağ olsunlar. Yəni hətta özləri belə yazı istəyirlər məndən. Veli Basar qəzetinin mənim fəaliyyətimi diplomla təltif etməyi, həmçinin teleradiyomuzun 94 illiyinə təsadüf etdi. Bu da mənim üçün 2 qat bayram oldu. Həm qəzetin rəhbərliyinə, Sərtib müəllimə, həm də bütün əmək keçən hər kəsə təşəkkür edirəm. Sağ olsunlar.